İlk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın, Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Tövsiyəsidir. Biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra bil ki, məkan və zaman, hansı ki danışacaq o haqda. O məkan dar bir məkan, çərçivəli, əhatəli və zaman hansı ki məhdud və məkan hansı ki tanıyırıq, bilirik, yaşayırıq onda və sığınırıq ona və zaman bilirik onu, bilirik, tükənəndir, sonu var, lakin bununla yanaşı cahilik ondan. Həm məkandan, həm zamandan qafilik. Bilirik ki, keçid üçün olan bir minidir. Sevinç üçün daimi qalanacaq bir mənzil deyil. Aldadıcı bir diyardır, yurtdur. Sevinç beşiği deyil. Lakin bununla yanaşı qafilik. Bilirik ki, bəzənib hər bir bəzəyi ilə, dona girib hər bir rəngi ilə, ağarmış, saçları ağarmış, eybəcər bir qoca qarı kimidir. Lakin bununla yanaşı nə qədər insan aldanıb onun mənzərinə, onun görkəminə, onun cövhərinin əslində nə olduğunu bilməyən nə qədər ağıl dərk etmir onu, aparıb o ağılları. Həqiqi görsənir, lakin əslində yalandır. Dəfələrlə təkrarlasan baxışını, görərsən ki, yuxudur, xəyaldır. Kölgədir, hansı ki itib gedəcək. Ona görə ağıl sahibləri bu kimisine aldanmaz. O diyar hansı ki dünya diyar, həyatıdır. Dünyadır, fani və işte əbədiyyət diyarı deyil. Bu dünya hansı ki əkin yeriydi və hələ də əkin yeridir. Əkin sahibi, əkinçi əkir əməl toxumunu hələ də onda və yığacaq bir gün. Yığacaq ahirətdə o əkinin səmərəsini, əkdiyini əgər o toxuma yaxşı qayğı göstəribsə, yaxşı baxıbsa, biçim günü o səmərədən istifadə edə biləcək. Onun gözəlliyindən istifadə edə biləcək. Yox, əgər pis baxıbsa, pis qayğı göstəribsə, ehtiyac günü az qalacaq. O qıtlıq günü az qalacaq. O gün ki, hansı ki o gün ödənməlidir borclar. Ödəməyə bir şey tapmayacaq. Çünki səhlənkar olub. Əkin zamanı. Peşmançılıq duyacaq. Görəndə ki, insanlar əkdiklərini yığırlar və sevinirlər. Ona görə o gün kim xeyir tapsa, bilsin ki, mükafatı əzəmətlidir, cənnətdir. Allahın razılığıdır, cənnətidir. Yeni yerlər, göylər qədər olan. Hansı ki, hazırlayıb Allah Teala bəndələri üçün orada gözün görmədiyi, qulağın eşitmədiyi, bəşər qəlbinin duymadığı şeylər. Və əgər şər hazırlayıbsa, onda oddur, o alovlu od. Odunu insan və cinlər olan, əgər dağlar atıl sonra əriyər onun istisindən. Ona görə bir gün Süleyman ibn Abdülməlik gəzintiyə çıxır Ömər ibn Abdülazizlə, xəlifə gəzintiyə çıxır Ömər ibn Abdülazizlə, ətrafında da dostları. Və sözsüz gecələmək üçün bir yerdə dayanmaq üçün xidmətçilərini göndərirlər, hər biri kim çadır gətiribsə özü ilə. Göndərirlər əvvəlcədən, qabaqcadan ki, o çadırları qursunlar. Və Ömər ibn Abdülaziz heç də gətirməyib və heç kimi də göndərmir. Elə ki, dayanacaqları yerə gəlib çatırlar, hər bir çadır sahibi çadırına girir. Sonra xəlifə axtarır Öməri. Axtarır, soruşur, hanı Ömər ibn Abdülaziz? Və axtarırlar, görürlər ki, ağacın altında oturub ağlayır. Və gəlib xəbər verirlər xəlifəyə. Çağırır onu və soruşur səbəbini, deyir ki, Ömər ibn Abdülaziz, qiyaməti xatırladım. Kim nəsə hazırlayıbsa onu önündə tapacaq. Və gördüm ki, heç nə hazırlamamışam. Ona görə insanlar bu həyatda əbədi qalmayacaq. Əbədi yaşamayacaq. Bu diyar, dedik ki, əbədiyyat diyarı deyil. Sadəcə yaşayıb, bu diyardan çıxılacaqlar. Lakin insanlar elə yaşayır ki, sanki damiyyəti buradadırlar. Və xarab ediblər həqiqi həyatı, həqiqi diyarı, ahirətlərini, hansı ki odur. Həqiqi məskən, əbədiyyət diyarı, hansı ki onun üçün xəlq olunmusan. Və bu diyarda xəlq olunmusan, əzəmətli bir hədəf üçün, əzəmətli bir qayə üçün xəlq olunmamışsan ki, yiyəsən, içəsən, rifahla yaşayasan, oynayasan, boş işlərlə məşğul olasan. Xeyr. Əfəhəsibtum ənəmə xaləqnəkum əbətə və ənəkum ileynə lə turcəun. Elə zənn etdiniz ki, biz sizi boş yerə yaratmışıq və ya boş bir şey üçün yaratmışıq, siz bizə dönməyəcəksiniz. Allah Teala bu dünyanı mükəlləflik diyarı edib.
əmirlərinin, qadağalarının yerinə yetiriləcəyi diyar edib. Ona görə deyir Adəmə və İblisə, o vaxt ki, çıxarır onları cənnətdən yerə indirir. Qalə ihbita minhə cəmiə. Ba'dukum li ba'din adu. Fə immə yətiyənəkum minni hudə. Fəmən təbiyə hudəyə fələ yadillu və lə yəşqa. Deyir Rəbbimiz onlara, bir-birinizə düşmən kəsilərək, hamınız buradan inin, yəni yerə, məndən sizə doğru yol göstərən rəhbər gəldiyi zaman, hər kəs mənim doğru yolumu göstərən bələdçimin ardınca gedərsə, nə yoluna azar, nə də ki, bədbəxtlərdən olur. O görə insanlar bölünür bu dünyada iki qismə. Və üçüncüsü yoxdur, iki qismdir. Birinci qism, hansılar ki, inkar ediblər dönüş diyarını. Savabı, cəzanı qəbul etməyiblər, iman etməyiblər. Bu dünya üçün əməl ediblər ancaq. Onların misalı o iblisin misalında olanlardır. İnsan və cinlərdən olan kafirlər. Amma və onlar bu dünyada nə varsa onun ləzzətindən həzz alıblar. Onun şəhvətindən, ölümlərindən qabaq öz rəğbətlərindədirlər. Öz maraqlarında, öz kaprizlərindədirlər. İnsan cildində olsa da heyvan kimidirlər. وَالَّذ۪ينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَهُمْ. Deyir ki, Rəbbimiz kafirlər keyf çəkər. Heyvan kimi yeyib içərlər. Onların yeri oddur. Və od onlara yerdir. Ona görə də digər qism isə o insanlardır ki, hansılar ki, iqrar ediblər ahirət diyarını, yəni iman ediblər ona. İman ediblər ölümdən sonra haqq hesaba edilən əməllərinin soruşulacağına. Onlar da Adəmin misalında olan insan və cinlərdir. Lakin onlar da bölünür. İman etsələr belə ki, dönüş yeri var. Lakin bölünürlər, eyni deyil. Nəfsinə zülm edən, orta yolda olan və xeyirdə hamını ötüb keçənlər. Nəfsinə zülm edən hansılar ki, daha çoxdur. Bu dünyanın bərbəzəyinə baxıb dayanıblar və ondan götürüblər, lakin tələb olunan kimi yox. Allahın onlardan tələb etdiyi kimi yox. İstifadə ediblər ondan, lakin yerində yox. Ona görə dünya onların ən böyük kədəri olub. Elmlərinin dəyəri olub. Ona görə razıdırlar. Ona görə qəzəblidirlər. Ona görə dost tuturlar, ona görə düşmən tuturlar. Dəqiqliyini bilirlər, önəmini bilirlər. Onlar əyləncə əhlidir. Oyunca əhlidir, zinət əhlidir. Təmbəllər, yəni əməldən təmbəl olanlar, hansılar ki, ahirətə iman ediblər ümumən. Lakin onun, dünyanın əsl məqsədini dərk etmirlər. Bilməyiblər nə üçündür həyat bunda. Amma ikinci sinif orta yol tutanlar, hansılar ki, bu dünyadan mübah olanı götürüblər. Və vacib olanı yerinə yetiriblər. Və vacibdən artıq nə varsa onu öz nəfsləri üçün istifadə ediblər. Dünyanın şəhvətindən həzz alıblar, lakin ona görə cəza almayacaqlar. Lakin onların dərəcələrindən azaldacaq. Dərəcələrindən naqis edəcək. Ona görə Xattab radiyallahu anhu deyir ki, ətrafında olanlara, əgər cənnətimdən azalmasaydı, sizin bu yumuşaq həyatınıza mən də qatılardım. Və mülayim həyatınız, hansı o həyat tərzi keçirsiniz, yaşayırsınız. O həyata mən də qatılardım. Lakin eşitdim ki, Allah Teala deyir ki, əzhəbtum tayyibatikum fi hayatikumud dunya vastamta'tum biha. Siz dünya həyatında pak nemətlərinizi sərf edib qurtardınız və ondan zövq aldınız. Amma üçüncü qism, xeyirdə ötüb keçənlər, hansılar ki, dərk ediblər, nədir murad bu dünyada? Nədir ondan məqsəd? Ona görə əməl ediblər. Və biliblər ki, Allah Teala bəndələrini bu diyarda sakin edib ki, imtihan etsin. Hansıdır yaxşı əməl sahibi, hansıdır pis əməl sahibi bilinsin. İnnə cəalnə mə aləl ardı zinətən ləhə linəbluvəhu mən yuhum əhsənu əmələ. Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bərbəzə etdik ki, insanlardan hansı əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. Yəni imtihan edək. Ona görə də xeyirdə ötüb keçənlər öz səfərləri üçün nə gərəklidirsə, nə ehtiyac duyursa onu götürdülər. Bu səfərin ağırlığını yüngülləşdirmək üçün. Gediləcək o yerə, o yurda tez çata bilmək üçün. Yoxsa ki, deyir ki, sallallahu aleyhi və səlləm, məli vələd dünya. Mənə nə dünyadan? Mən hara, yəni dünya hara? İnnəmə mətəli və mətələd dünya. Mənimlə dünyanın misalı kərakibin zallə təhtə şəcərə. Bir minik sahibinin misalı kimdir? Hansı ki, ağacın kölgəsində dincəlir. Thumma raha və tarakə. Sonra qalxıb gedir və tərk edir onu. Ona görə nə vaxt xeyirdə ötüb keçənlər bu mübah şəhvətlərdən həzz alacaqlarsa öz nəfsi üçün və niyyət edəcəklərsə ki, onu ilə Allah Taala'nın təqvasına, itayətinə qüvvətli olsunlar deyədir. Allah Taala ona görə də əcr verəcək olar. Savab verəcək olar. Və fi bid'i ahadikum sadaqa. Deyir ki, sallallahu aleyhi və səlləm, sizdən birinizin qadınlı ilə, yəni həyat yoldaşının yaxınlıq etməsi
sədəqədir. Dedilər ki, ya Rasulallah, əyəti əhədunə şəhvətəhu və yəkunu ləhu fiyhə əcr. Bizdən biri şəhvətini öldürür. Ona görə savab olacaq ona. Deyir ki, sallallahu aleyhi və səlləm, əraytum ləv vəda'a fi haram, əkən aleyhi fiyhə vizr. Əgər görsəz ki, onu harama qoysaydı, ona görə onda günah olardı. Yəni, zina etsəydi, ona görə onda günah olardı. Fəkədəlikə vəda'a fil hələl, kənə ləhu əcr. Halala istifadə etdiyi üçün ona görə ona savab var. Ona görə Muaz radiyallahu anh deyir ki, inni lə əhtəsibu nəvməti kəmə əhtəsibu qavməti. Mən yuxumun da savabını Allahdan umuram, necə ki oyanmağımın savabını Allahdan umuram. Səid ibn Cübeyr deyirdi ki, səni ahirəti axtarmaqdan yayındıran hər şey batildən həzz almaqdır. Amma səni ahirəti axtarmaqdan yayındırmayan isə batildən həzz almaq deyil. Əksinə, bu yaxşı yola gedən həzdir. Ona görə əksər məxluq, yəni əksər insanlar əməl edir dünya üçün, sanki qalacaq orada əbədi. Köçməyəcək ondan. O isə köçür onlardan. O isə gedir. Onları tərk edir. Çünki yoxdur bu dünyada davamiyyətli bərqərar olmaq. Və bu davamiyyət orada qalmaq davamiyyətli deyil. Elə bil ki, buzdur, qoymursan günəşin altına və tədricən əriyir və nəhayət qurtaracaq. Əli ibn Əbi Talib deyir ki, irtəhələtid dünya mudbira. Dünya arxasını çevirib gedir. Və irtəhələtil əxirətü muqbilə. Axirət isə üst tutub gəlir. Və likulli vahidin minhumul bənun. Hər biri üçün övladları var. Yəni, dünyanın övladları var, axirətin övladları var. Fəkunu min əbnəi ilə axirət. Siz axirət övladlarından olun. Və lə təkunu min əbnəi dünya. Dünya övladlarından olmayın. Fə innəl yevmə əməlun və lə hisab. Həqiqətən, bu gün əməl var, hesab yoxdur. Və qadən hisabun və lə əməl. Sabah isə hesab olacaq, lakin əməl yoxdur. Cəbir ibn Əbdillah radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bazara çıxır. Və Mədinənin bəzi küçələrindən keçəndə insanlar əhatə edir onun, ətrafına yığışır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm keçəndə o küçələrdən görür ki, qulaqları kəsilmiş ölü bir keçi balası var. Və deyir ki, əyyuhum yuhubbu ənnə hədə ləhu bidirhəm. Deyir ki, sizdən kim sevər, kim istəyər ki, bir dirhəmə bu onun üçün olsun. O ölü ki, o keçi. Deyirlər ki, mən nuhubbənəhu lənə bir şey və mən əsnə'adı. Onu havayı versələr də, yəni biz onu istəmirik. Neynəyəcək onu? Deyir ki, sallallahu aleyhi və səlləm, tuhubbun ənəhu ləhukum. İstəmirsiniz ki, o sizin olsun, yəni sizin olmağını sevməzsiniz. Deyirlər ki, vallahi ləv kənə həyyən kənə eybən fi. Deyirlər ki, Allah'ın da olsun, o diri olsaydı eyb idi. Ləyənnə vasak, çünki qulaqları qopmuşdu. Qulaqları kəsi idi. Fəkeyfə və huvəl meyyid. Necə o ölüdür? Deyir ki, sallallahu aleyhi və səlləm, fə vallahi ləd-dünya əhvanu aləllahi min hədə aleykum. Deyir ki, Allah'ın da olsun ki, dünya Allaha daha həqirdir. Nəinki bu sizin üçün. Daha olsaqdır, nəinki bu sizin üçün. Budur dünyanın həqiqəti. Ona görə Mustavr ibn Şəddəd əl-Fəhri radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, vallahi məd-dünya fil-əxirə illə mitlə mə yəcəlu əhədəkum isbə'hu hədihi fil-yəm fəl-yəndur bimə yarcı. Deyir ki, sallallahu aleyhi və səlləm, Allah'ın da olsun, bu dünyanın axirətlə müqayisəsi, misalı sizdən birinizin barmağınızı dəryaya salmağının misalı kimidir. Baxsın, nə ilə qaydacaq? Barmağı dəryaya salıb çıxardanda nə ilə qaydacaq? Bax, budur dünyanın axirətə misalı. Ona görə də bu dünyada insan yaşayır. Və elə bilir ki, əbədi qalacaq, lakin həqiqətdə bu dünya məşəqqətdir, əziyyətdir, çətinlikdir və dincələcək ondan. Nə vaxt ölüm gələcək? Ona görə yaşayırsan ki, tutub dünyanı dayanacaq. Lakin bir gün haqq carcısı səsləyəcək onu. وَجَاءَتْ سَكْرَةُ الْمَوْتُ بِالْحَقِّ ذَلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدٌ. Deyir ki, Allah Teala ölüm bihuşluğu, yəni ölüm sərhoşluğu haqq olaraq gələcək. Bu sənin qorxub qastığın bir şeydir. Ona görə də rahatlıq, hansı ki, həqiqi rahatlıq və hüzur, insanın hüzur tapmağı, həqiqi hüzur, o bu dünyada deyil. Çünki bu dünya hüzündür, kədərdir, qəm, qüssədir, ağrıdır, acıdır. Sənə qarşı gələndə çətinlikdir, məşəqqət, yorğunluqdur. Elə ki, çevrilib gedir, yenə kədərdir, yenə hüzündür. Ona görə mömin nə vaxt dincələcək? Ondan gedəndə. Deyir ki, sallallahu aleyhi və səlləm, bir cənazənin yanından keçəndə deyir ki, əl-mustərihu vəl-mustarahu minhu. Deyir ki, dincəldi, ondan da dincəldilər. Deyirlər ki, səhabələr, ya Rasulallah, nədir dincəldi və ondan da dincəldilər? Deyir ki, sallallahu aleyhi və səlləm, mömin öləndə dünyanın çətinliyindən, əziyyətindən dincəlir, Allahın rəhmətinə qovuşur. Lakin facir öləndə, yəni kafir və ya asi öləndə, bəndələr, ölkə, ağaclar, heyvanlar ondan dincəlir. Allah Teala bizə eşidib faydalarını etsin. Bizim həyatı bu dünyada bizim üçün səmərəli bir həyat etsin. Axirət həyatı üçün faydalı etsin. Bizə eşidib faydalarını etsin. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun.